Qəzəbli, əsəbi, aqressiv qadın. Bu, uzun müddət səsi eşidilməyən və görülməyən, görməməzlikdən gəlinən xanımdır. Heç bir xanım birdən-birə belə olmur. Bu, uzun ayların, fəsillərin, bəzən də illərin nəticəsində yığılıb qalan o duyğulardır ki, üzə vurur. Bu zaman dilimində onun səsi eşidilmir, sözləri qulaq ardına vurulur, özü isə görməzdən gəlinir. Hazırda həmin xanım əsəbi, aqressiv, qəzəblidir. Ona görə yox ki, o konflikt istəyir, mübahisə, dava-dalaş arzusundadır. Əsla. O qəzəblidir, əsəbidir, çünki onun öncəki normal, sakit xasiyyəti artıq uzun zamandır ki, çoxdandır ki, öz gücünü itirib və heç nəyə yaramayıb. Həmin xanımın isə bu qəzəbinin, aqressiyasının arxasında çox zaman tək bir hiss yatır. Mən artıq yorulmuşam. Mən tək qalmaqdan, mən tək çabalamaqdan, həyat yolunda tək olmaqdan yorulmuşam. Məni eşit və gör artıq. Belə, əziz xanımlar, əgər siz də hazırda sadaladığım bu vəziyyətlə özünüzü bir sıxılmış vəziyyətdə, buradan çıxılmaz bir vəziyyətdə hiss edirsinizsə, sanki dalana sıxılmışam və bunun sonunu görmürəm kimi hiss edirsinizsə, mütləq və mütləq konsultasiyaya yazılın, seanslara qoşulun və bilin ki, siz tək deyilsiniz. Bir çıxış yolu, bir çıxış qapısı hər zaman mütləq vardır.